Değerli Avtoamerika saytının izləyiciləri, hər birinizi salamlayıram. Bugün yeni bir avtomobil təqdim edirəm sizlərə. Buyurub baxa bilərsiniz. Avtomobilimiz Hyundai Accent 2020-ci ildir. Texpasportla 19'dur. 1.6 benzin avtomatik transmisiyadır. Avtomobilimiz yeni gəlib ölkəyə. Amerika variantıdır. Amerikadan gəlibdir. Tam ideal vəziyyətdədir. Avtomobil onu da xatırladım ki, heç təzə maşından seçilmir. Altında təkərlər necəm belə yenidir. 91 min mil yol gedibdir. Təxminən 144-145 min kilometr edir. Avtomobilimizi bugün sizlərə təqdim edirik. Bir kapotunda rəng var, bir də ön buferində. Heç bir aerobox'a da açmadan yüngül zədə ilə gəlibdir. Avtomobil gördüyünüz kimi bütün funksiyaları görsənir. O yüzden çox saymıram. Arxa kamerası, yüngül lehimli disklər, oturacaqların hiss edilməsi və digər funksiyalarla təmsil olunubdur. Avtomobilimizin bugün heç bir xərcə ehtiyac yoxdur. Əgər istəsəz baxıb yoxlanış keçirdə bilərsiniz. Hər hansı bir xərc tələb etsə, bütün xərclər qarşılanır tərəfimizdən. O yüzden tələsin avtomobili almaq istəyirsinizsə, buyurun, sizlərin yolunu gözləyirik. Avtoamerikanın ofisində hər birinizə uğurlar arzulayıram. Bizdən isə belə bir avtomobiller təklif edirik. Buyurub baxa bilərsiniz. Dostlar, onu da xatırladım ki, avtomobil almaq istəyən hər bir şəxs bizim vasitəmizlə Amerika aksiyonlarından, Almaniyadan, Avropanın digər ölkələrindən, Koreya və Çindən avtomobil sifariş verə bilərlər. Bizdə sərfəli qiymətlərlə avtomobilin alınışı, seçilib yoxlanması və çatdırılması xidməti var. Sizlərin qulluğunuzdayıq. İstədiyiniz ölkədən istədiyiniz avtomobili bizim vasitəmizlə alışını həyata keçirdə bilərsiniz. Bu avtomobil ise artık buradadır. Bir daha xatırladım ki 91 min yol gedib. 1.6 benzin avtomatik transmisiyadır. 1.6 Dodge mühərrikdir. 92 ilə sərbəst işləyir. Heç bir sıxıntı, problem yaratmır. Belə avtomobilimizin iç hissəsində görürsünüz. Ximçeska parlovka olunubdur. Saz vəziyyətdə müştərisini gözləyir. Buyurub siz də avtomobilə baxış keçirdə bilərsiniz. Ünvan Patandart Maşın Bazarı, Avtosalonu 23. Hər birinizdən xahişim budur. Videonu baxdısa bəyənib paylaşarsınız. Birdən sizə ehtiyac olmasa da dostunuza, tanışınıza avtomobil lazım olsa düzgün ünvana müraciət etsin. VIN kodu burada var. Avtomobilimizin satış qiyməti 22.500 manatdır. Buyurub baxıb, yoxlayıb, yenidən bizə istəsəz müraciət edib yerində də baxış keçirdə bilərsiniz. Hər birinizə uğurlar diləyirəm. Avtomobil almaq istəyənlər, onu da bir daha xatırladıram. İstədiyiniz ölkədən avtomobil sifariş versəz, bizim vasitəmizlə daha sərfəli və təhlükəsiz avtomobil çatdırılması sığortalı şəkildə mümkündür. O yüzden hər birinizin yolunuzu gözləyirik. Buyurub bizlərə müraciət edib avtomobil sahibi ola bilərsiniz. Sərfəli qiymətlərlə və keyfiyyətli avtomobillərin seçilməsi, alınış və yoxlanması bizim ofisdə birbaşa canlı aksiyonda da iştirak edə bilərsiniz. Dostlar, xatırladıram ki, aksiyonlarda canlı iştirak etmək üçün sizlərə kod və yaxud da canlı ofisdə oturaraq avtomobili birbaşa özünüzün iştirakınızla almaq mümkündür. Eyni şəkildə Almaniyadan, Avropanın digər ölkələrindən də avtomobil alınması və çatdırılması mümkündür. O yüzden yolunuzu gözləyirik. Buyurub müraciət etsəz, heç də peşman olmazsınız. Hər birinizə uğurlar arzuluyoruz. Bizim avtomobilimiz də budur. Hyundai Accent, bir daha xatırladım, 2020-ci il vinləndi. Texpasport 2019-cu ildir. Bütün sənədləşməsi, kömürlük rəsmiləşməsi olubdur. Texniki baxışı, sığortası hazırdır. Buyurub gəlir, yerində baxış keçirdi. Avtomobili bəyənsəz ala bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Bir tək ricam, videonu baxdıqsa bəyənib paylaşın. Dostlarınıza da lazım olsa avtomobil almaq, düzgün ünvana müraciət etsinlər. Dostlar, bir daha təşəkkürlər hər birinizə. Növbəti videolarda görüşərik. Bu videonu da Hyundai Accentimiz 2020-ci illə yekunlaşdırıram. Növbəti videolarda görüşərik. Sizlərə ünvanı bir daha xatırladıram. Bizim ünvan avtomobil satış mərkəzi, Bakı Avtomobil Satış Mərkəzi, Avtosalon 23-dədir. Buyurun,
Hər birinizə yolunuzu gözləyirik. Hər birinizin buyurub gəlib, yaxınlaşıb və yaxud da zəng vurub sonra gəlib yaxınlaşa bilərsiniz. Təşəkkürlər hər birinizə.